لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Və həmçinin Allah Teala bizlərə öyrədir bu surədə ki, biz daima Allahdan hidayət istəyək və hidayət yolunda sabit qalmağı istəyək. Ehdinə sıratal müstəqim. Allahım bizləri doğru yola yönəlt kəlməsi ilə. Həmçinin bu surə bizləri salih əməllərə təşviq eləyir, salih əməllərə yönəldir ki, biz salih əməl sahibləri olan xeyirdə bizi ötüb keçənlərlə sonucumuz bərabər olsun, onlarla bir yerdə əbədiyyən nemətlənək. Buna dəlalət edən ən'amtə aleyhim. Allahım bizləri nemət verdiyin kəslərin yoluna yönət. O barədə də dərsimizin əvvəlində danışdıq. Və həmçinin də Allaha günahlardan çəkinərək və asiliklərdən uzaq duraraq qəzəbə düçar olanların və azanların aqibətindən uzaq olaq deyə. Və beləcə baxın, görün, Fatihə surəsi bütün xeyirləri əhatə edir. Ümumiyyətlə bizim dinimiz və dinimizdə olan dəyərlər hamısı bu danışdığımızdan ibarətdir. Hamısı Quran-ı Kərimi başdan başa oxuyasan, Fatihə surəsində keçən dəyərlərə dəlalət edir. Başqa bir şey yoxdur. Birdən biri desə ki, qissələr, bəli, Fatihə surəsində qissələr də var. Fatihə surəsi özü yahudilərin qissəsi barədə, xaspərəstlərin qissəsi barədə mücməl olaraq bizə xəbər verir. Onlar kimlərdir? Qəzəbə düçarlanlar. Niyə görə qəzəbə düçar oldular? Çünki onlar bildilər və o elmi tərk elədilər. Xaspərəstlər niyə görə azğın adlandırıldılar? Azmışlar sayırlar. Çünki onlar bilmədən kör-körənə ibadət edirlər. Bu onların qissələri barədə mücmələn bizə xəbərdir. Lakin Quran-ı Kərim daha təfsilatlı ilə bizə xəbər verməkdədir. Ona görə Fatihə surəsi çox əzəmətli və fəzilətli bir surədir.